Hər vaxtınız xeyir olsun əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün mən sizlərə yaralı qaranquş mətnində olan sualların düzgün izahını verəcəm. Mətni dayandıraraq özünüz də oxuya bilərsiniz. Suallara keçək. 1. Mətnə əsasən nöqtələrin yerinə hansı cümlənin yazılması daha məqsədə uyğundur? Nöqtələr olan hissəyə baxaq. Ertəsi gün bütün ailəni heyrət bürüdü. Ailəni niyə heyrət bürüyə bilər? Qaranquş balalarından biri ölmüşdü. Bu ilə də uyğun gəlməz. Qaranquş balalarını buraxıb həmişəlik getmişdi. Bu da olmaz. Qaranquş balalarını götürüb oradan köçmüşdü. Ən uyğun gələni bu olar. Niyə bunu götürərik? Çünki mətni oxuyanda biz artıq bilirik ki, baba və nəvə bir yerdə onlara gözəl ev düzəltmişdi. Amma qaranquşlar ev quşu deyil, çöl quşudur və özləri qurduğu yuvada yaşayırlar. Buna görə ola bilər ki, bu cümləni yaza bilərik ki, qaranquş balalarını da götürüb oradan köçmüşdü. Demək cavabımız olmalıdır C variantı. İkinci sual. Qarşısında kvadrat işarəsi qoyulmuş söz hansı cümlədə mətndəki ilə eyni mənada işlənmişdir? Qarşısında kvadrat qoyulan yuva sözüdür. Yəni burada quşun yuvasından söhbət gedir. Quşun yuvası həqiqi mənadadır. Demək, biz burada yuva sözünün həqiqi mənada olanını tapmalıyıq. O da cavabımız olmalıdır Y variantı. Niyə Y variantı? Yuvadan aralanıb tək qalan arılar boğuq səslə həyətdə cövlan vurub pətəyi axtarırdılar. Yəni, arının yuvası da həqiqi mənadadır, quşun yuvası da həqiqi mənadadır. Digər variantlarda verilən yuva sözü isə məcazi mənada işlənibdir. Üçüncü sual. Mətnin birinci abzasındakı hansı sözdən başlayan cümlə yeni bir abzas olaraq başlamalıdır? Bizə mətnin birinci abzası kimi verilən hissə budur. Yəni, buradan başlayır, səs-küy ilə olan sözünə qədər olan hissədir və biz nə zaman abzası yeniləyirik? Fikir yenilənərkən, aradan bir müəyyən bir zaman keçərkən abzas yenilənməlidir. Fuad çox təcəl oğlan idi. Bağdakı kəpənəkləri, böcəkləri, quşları incidirdi həmişə. Dəfələrlə ata-anası ona nəsihət versə də dəcəlliyindən qalmırdı ki, qalmırdı. Baxın, bu bir gündən olan cümlə artıq yeni abzasdan başlamalıdır. Çünki fikir yenilənib. Cavabımız olmalıdır B variantı bir gün. Dördüncü sual. Mətnə əsasən hazırlanmış sxemin doğru olması üçün hansı fikirlərin yeri dəyişməlidir? Yəni, fakt yazılan yerdən ehtimala keçirməliyik, ehtimal yazılan yerdən fakta keçirməliyik. Fuadın valideynləri dəcəlliyinə görə dəfələrlə nəsihət etmişdilər. Demək, bu doğrudur. Baxın, burada fakt olaraq veribdir mətndə. Dəfələrlə ata-anası ona nəsihət versə də dəcəlliyindən qalmırdı ki, qalmırdı. Bu fikir doğru. Yəni ki, biz birin yerini dəyişmirik. Fuad məktəbin 2-ci sinifində oxuyur. Fuadın neçənci sinifdə oxumağı barədə bizə məlumat verilmədi. Demək, ikinci fikir nədir? İkinci fikir ehtimaldır. 2 yazılır bura. Baba ilə Fuad qaranquş üçün yuva düzəltdilər. Bu faktdır. Baxın, burada qeyd olunur. Baba ilə Fuad qəşəng bir yuva düzəltdilər. Yəni, mətndə verilibsə, demək o faktdır. Bir də faktdır, 3 də faktdır. Demək, birin üçün yerini dəyişmirik, amma 2-nin yerini dəyişirik. İndi baxaq 4-ə. Hadisə olan gün evdə ancaq nənə və baba var idi. Bəli, bu həqiqətən də ehtimal yox, faktdır. Evdə nənə və babadan başqa heç kim yox idi. Demək, biz nəyin yerini dəyişdirməliyik? 2 və 4-ün yerini dəyişdirməliyik. Cavabımız olur B variantı. Növbəti 5-ci suala baxaq. Mətnə əsasən hər iki rəqəmin yerinə yazıla biləcək bəndi seçin. Yəni, elə bir fikir seçməliyik ki, biz həmin fikri səbəbə də yaza bilək, nəticəyə də yaza bilək. Burada cavabımız olmalıdır Y variantı. Baxaq. Fuad yuvanın içinə baxmaq istəyirdi, nəticədə qaranquşun balaları təhlükəni hiss edirlər. Yuvanın içində qaranquşun balaları civildəyirdi, nəticədə Fuad yuvanın içinə baxmaq istəyirdi. Cavabımız olur Y variantı. 6.
Mətndə altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Mətndə altından xətt çəkilmiş söz, baxın, dəcəl sözüdür və biz dəcəl sözünü əvəz eləyə bilərik nadinc sözündən. Cavabımız olur A variantı. 7. Tünd qara hərflərlə verilmiş sözü hansı məcazi mənalı sözlərlə əvəz etmək olar? Tünd qara hərflərdən verilən söz hirslənən sözüdür. Hirslənmək. Hirslənmək feildir və əgər biz feili, yəni əsas nitq hissəsi olan feili məcazi mənalı sözlə əvəz etmək istəyiriksə, həmin feilin əvəzinə frazeoloji birləşmələr yazmalıyıq. Ona görə də hiddətlənmək sözünü, əsəbləşmək sözlərini çıxırıq, 1-i, 4-ü çıxırıq. Yəni onlar feildir. Həqiqi mənada işlənən feillərdir. Cin atına minmək, hirsi başına vurmaq, hövsələdən çıxmaq isə frazeoloji birləşmələrdir. Ona görə cavabımız olur A variantı. 8-ci sual. Mətndə üzərində rəqəm yazılmış sözlərə görə uyğunluğu müəyyən edin. Yəni, düzgün olanları tapmalıyıq. Baxaq. 1. Ata-anası ona nəsihət versə də, nəsihət vermək məcazi mənalıdır. Baxın, bu məcazi mənalıdır. Amma qabağına yazıb yanlış. Bunun qabağına nə yazmalıydı? Doğru yazmalıydı. Ona görə biri çıxırıq. Bizdən çünki düzgün olan istəyir. 2. Birdən qulağına səs gəldi. Səsin gəlməyi məcazi mənalıdır. Ki doğru olaraq götürürük. Niyə? Bura yazıb həqiqi mənalıdır. Qabağına da yazıb yanlış. Yəni, bura yanlış fikir yazıb, qabağında da yanlış fikir yazdığını təsdiq eləyir. Ona görə ki doğru olaraq götürürük. Sonra 3. Demək, yuvanın içində ətcə balalar civildəyirdi. Quşun civildəməyi. Quşun civildəməyi həqiqi mənadadır. Həqiqi mənadadır. Bəli, həqiqi mənalıdır və qabağına da doğru yazıbdır. 3-ü də doğru olaraq götürürük. Daha sonra 4-ə baxaq. 4. Qəfildən Fuad taxta parça ilə yuvaya vurmağa başladı. Yuvaya vurmaq həqiqi mənadadır. Nədənsə yuvaya vurmaq. Məcazi mənalı yox, həqiqi mənalıdır. Baxın, burada da məcazi mənalı sözdür yazıbdır. Qabağında da yanlış yazdığını təsdiq edir. Ona görə bunu da götürürük. 5-ə baxaq. 5-ə. Qaranquşlar bizə pənah gətirib. Bizə pənah gətirib. Pənah gətirmək həqiqətən də məcazi mənalıdır. Məcazi məna yazıb, qabağına da yazıb, doğrudur. 2, 3, 4, 5. Əslində burada bizim doğru cavabımız çıxmır. Cavabımız olmalıdır 2, 3, 4 və 5. Yəni, testin quruluşunda səhv yoxdur. Test düzdür, variantlarda səhvlik var. 2, 3, 4, 5 doğru cavab olmalıdır. 9-cu suala baxaq. Mətndə əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Üçbucaq dairə. Üçbucaqdan dairəyə baxaq. Eyvanda dayanıb o tərəf bu tərəfə baxdı. Bax, burada baxdı sözüdür. Baxdı. Daha sonra söz verirəm. Burada da verirəm sözdür. Demək, üçbucaq oldu. Baxdı sözü. Baxdı. O tərəfə bu tərəfə baxdı. Həqiqi mənadadır bu. Həqiqi. Dairə verirəm. Söz verirəm. Söz vermək nədir? Məcazi mənadadır. İndi baxaq. Sözün qarşılığı. Yəni, baxın, bu 1-dən 3 üçbucağa aiddir. Sözün qarşılığına baxmaq, yəni, burada baxın, seyr etmək. 1-ə yazarıq Y, 1-ə Y. Sonra, sözün mətndəki mənasından fərqli mənada. Baxmaq həqiqidir. İndi biz məcazi məna işlətməliyik. İndi 1-ə Y yazmışıq, 1-ə Y. 1-ə Y. Digər variantları silək. İndi 3-ə görək, 1-ə Y olanda 3-ə A yazıb görək uyğun gəlirmi? 3-ə A.
Böyüyün sözünə baxmayan böyrə-böyrə qalar. Bəli, orada baxmaq həqiqidir. Burada böyüyün sözünə baxmaq məcazidir. Demək, 3-ə də yazmalıyıq A variantı. 1-ə Y, 3-ə A yazırıq. Sonra indi keçək ikinci dairə verilən sözə. Söz verirəm, bu məcazi mənadadır. Sözün qarşılığı. Görək sözün qarşılığını nə yazıb? Skamyada oturmuş uşaq gülümsəyərək bizə baxırdı. B variantı olmaz. Olmaz. B variantını biz əslində o baxmaq sözünlə də yox, biz məcazi mənalı tapmalıyıq. B variantını yazmırıq heç birinə. Bir də burada əslində o söz verirəm. Verirəmə həqiqi mənalı alınmır axı. Baxın, 2-ə B alınmır. Bir də 2-ə C yazıb çatdırmaq. Söz çatdırıram. Bu da uyğun gəlməz. Uyğun olmaz. İndi 4-ə baxaq. Söz verirəm, orada məcazi idi. İndi biz həqiqi mənada işlənənə baxaq. Həqiqi mənada işlənən. Birə Y, 3-ə A olanda 4-ə D. Aytəkin müəllim əlindəki təzə nəşr olmuş romanı mənə verdi. Burada vermək həqiqi mənalıdır. Cümlədə məcazi mənalı idi, burada həqiqi mənalıdır. 4-ə də D uyğun gəlir. Amma 2-yə heç nə uyğun gəlmir. Demək, baxın uşaqlar, 9-cu sualda 1-ə Y, 2-yə A, 3-ə də D olur. 1-ə Y, 3-ə A, 2-yə heç nə, 3-ə A, 4-ə də D. Bax, belə olmalıdır. Yəni, testin quruluşunda səhvlik var. 10-cu sual. Mətnə əsasən uyğunluğu, uyğunsuzluğu. Baxın, uyğunsuzluq deyirsə, doğrudan yanlış, yanlışdan da doğru tapmalıyıq. Baxaq. Baba ilə Fuad qaranquş üçün yuva tikdilər. Bu doğru fikirdir. Yəni, biri götürmürük. Bir həqiqətən də doğrudur. Fuad qaranquşların yazdan xəbər gətirdiyini, zərərverici cücüləri məhv etdiyini babasına izah etməyə çalışırdı. Əksinə, baba Fuada izah edirdi. 2 yanlışdır. Yəni, 2 götürürük. İndi bu hissədən doğru götürməliyik. Fuad qaranquşların yuvasını görəndə evdə nənə babasından başqa heç kəs yox idi. 3 doğru fikirdir, bunu götürürük. Demək, cavabımız olmalıdır. 2-dən 3. Qaranquşlara yuva qurmağı Fuadın babası təklif edir. Fuadın babası mı təklif eləmişdi? Baxaq. Yox, Fuad özü təklif eləmişdi. Fuad öz babasına demişdi ki, gəl onlara ev tikək. Demək, cavabımız olmalıdır 2-3 Y variantı. Bugünkü mətnimizin izahı da bu qədər uşaqlar. Sağ olun, növbəti izahlarda görüşənə.